İsrail və Həmas arasında sülh planının birinci mərhələsi imzalanıb. ABŞ-ın prezidenti Donald Trump bildirib ki, bu razılaşma əsasında girovlar azad ediləcək. İsrail qoşunlarını razılaşdırılmış xəttə çəkəcək. O, Qətər, Misir və Türkiyənin vasitəçilik rolunu da xüsusi vurğulayıb. Qəzzada razılaşma bayramla qarşılanıb. Marneuli meriyası bəyan edib ki, bəzi küçələrin bağlanması nəzərdə tutulan su təchizatı layihəsinə yenidən baxılır. Müəyyən düzəlişlərin edilməsi məqsədi ilə layihənin icrası təxirə salınır. Düzəlişlərdən sonra yenilənmiş iş qrafiki ictimaiyyətə təqdim olunacaq. Tevcalanın Çovnari kəndində 48 yaşlı kişi meşədə göbələk yağarkən arı sancması nəticəsində həyatını itirib. 9-11 oktyabr tarixlərində ölkə üzrə hava şəraiti kəskin şəkildə pisləşəcək. Yağış, ildırım, güclü külək və dolu gözlənilir. Milli Ətraf Mühit Agentliyi vətəndaşlara xüsusilə dağlıq və çay kənarı ərazilərdə ehtiyatlı olmağı tövsiyə edir.